Wikistat açıq bilik layihələrindən biridir və əsas məqsədi müxtəlif müəlliflərə, tarixi şəxsiyyətlərə, yazıçılara, elm adamlarına, siyasətçilərə, hətta filmlərə və kitab qəhrəmanlarına aid statları toplamaq və onları hamı üçün əlçatan etməkdir. Wikipedia ensiklopedik məlumat təqdim edirsə, Wikistat daha çox insanların dedikləri və yazdıqları sözlərin yığımı rolunu oynayır. Burada statlar yalnız mətnin özündən ibarət deyil, həm də onların mənbələri ilə birlikdə verilir ki, istifadəçilər həmin sözləri haradan götürüldüyünü yoxlaya bilsinlər. Layihə çoxdilli və hər bir dil bölməsi öz dilində statları təqdim edir. Məsələn, Azərbaycanca Wikistatda həm yerli müəlliflərin, həm də dünya ədəbiyyatının, siyasətinin, fəlsəfəsinin böyük nümayəndələrinin sözlərini tapmaq mümkündür. Bu, onu sadəcə məşhur ifadələrin toplusu deyil, həm də bir növ mədəniyyətlər arası körpü halına gətirir. İstifadəçi başqa bir dildə oxuduğu statın tərcüməsini tapa, müəllifin fərqli dillərdə necə ifadə olduğunu öyrənə bilir. Bu onu sadəcə məşhur ifadələrin toplusu deyil, həm də bir növ mədəniyyətlər arası körpü halına gətirir. İstifadəçi başqa bir dildə oxuduğu statın tərcüməsini tapa, müəllifin fərqli dillərdə necə ifadə olunduğunu öyrənə bilər. Wikistatda yalnız fərdi müəlliflərin sözləri toplanmır. Burada filmlərdən, seriallardan, teatr tamaşalarından, musiqi əsərlərindən, tarixi sənədlərdən, hətta xalq atalar sözlərinin və deyimlərindən də nümunələr yer alır. Bununla yanaşı hər bir statın dəqiq mənbə ilə verilməsi əsas şərtdir. Wikistat təkcə statların toplanması və paylaşılması üçün faydalı deyil, həm də elmi və texnoloji araşdırmalarda mənbə kimi istifadə olunur. Onun açıq məzmunu və çoxdilli quruluşu sayəsində Wikistat dil texnologiyalarını, süni intellekt və təbii dilin emalı sahələrində təcrübələr aparmaq, əlverişli bir mətn korpusu rolunu oynayır. Məsələn, dil modelləri üçün nadir sözlərin çıxarılması, nitq üslublarının həlli, kontekstə görə mənaların öyrənilməsi və mənbələrin etibarlılığının yoxlanılması kimi sahələrdə istifadə oluna bilər. Məsələn, dil modelləri üçün nadir sözlərin çıxarılması, nitq üslublarının təhlili, kontekstə görə mənaların öyrənilməsi və mənbələrin etibarlılığının yoxlanılması kimi sahələrdə istifadə oluna bilər. 2017-ci ildə keçirilən müsabiqənin birində Wroclaw Universitetinin komandası Wikistatdan faydalanmışdı. Onlar buradakı zəngin materiallardan nadir sözlər seçib istifadə etməklə dialoq sistemi üçün xüsusi modul hazırlamışdılar. Bu cür təcrübələr göstərir ki, Wikistat sıradan bir statlar toplusu deyil, həm də maşın öyrənməsi və dil modellərinin təlimi üçün qeyri-adi, amma faydalı bir resurs ola bilər.